Şagirdlərin sizə tövsiyəsi var, sizi dinləyəcəyik. Uşaqlar əl eləyin. Siz də dinləyirsiniz. Buyurun. Gəlin bura, gəlin bura. Buyurun. Kızlar, başlayalım şeyi. Bırakın uşaqlar. İşte küçük bir şey var. Buyurun, Gündürdən. Buyurun. Sakit baxır mənə. Xocalıdan baxan uşaq. Şebnem Hanım, uşaqları göstərin zəhmət olmasa. Aha, bir də Gündürdən başla. Sakit baxır mənə. Xocalıdan baxan uşaq. Xalq dərdini hamıdan çox. Duyan, görən, bilən uşaq. Ayrı düşüb dağ daşından, çıxıb ölüm savaşından, öz dərdini bu yaşından, xalq dərdi ilə bölən uşaq. Öz gücünə bel bağlayan, kişi kimi mərd saxlayan, nə ağlayan, nə sızlayan, nə sevinib gülən uşaq. Bab balaca igidimdir, tariximdir, şahidimdir, sabahımdır, ümidimdir. Xalq dərdini hamıdan çox, duyan, görən, bilən uşaq. Öz dərdini bu yaşından, xalq dərdi ilə bilən uşaq. Tariximdir, şahidimdir, inanımdır, ümidimdir, Xocalıdan baxan uşaq. Əliyin uşaqlar. İndi biz sizi dinləyirik, Şebnem Hanım. Buyurun, öz sözünüz varsa siz də bizə bildirin. Ömər, Onur, Məhəmməd. Bizim uşaqlarımız da şeir demək istəyirlər. Buyurun. İcazə versəniz deyəcəklər şeyləri. Onur. Onu başla. Şanın atayıqan, balıqlar, səfəqən, düşmən qədə, bayla, qoca verməyi. Aferin. Ne güzel şiir öğrendiler. Qocam, qocam, ana. Cavasən, qocam, ana. Düşdülü hocam, ana. Hələ hocam var. Hocamız biraz balacadır deyə danışa bilmir, amma o da sizə salam göndərir. Çok güzel, çok sevinirik ki, siz bugün oradasınız, siz bugün Xocalıdasınız. Sizi kucaklayırıq. Buyurun Şebnem. Çox sağ olun, çox sağ olun. Mən özüm hərbiçi yoldaşıyam. Yoldaşı deyəndə ki, biz Xocalıya gəlirik. Əvvəlcə biraz həyecanlandım, çünki mən Xocalını televizorda nənəmizin, babamızın, atamızın, anamızın sözlərində işitmişdim. Bura gəlmək mənim üçün həqiqətən həm qürur vericidir, həm yəni çox başqa, necə deyim, başqa duyğular yaşayıram hal-hazırda burada. Bura çox gözəldir, həqiqətən. Bura çox huzur verici bir yerdir. Deyim ki, televizorda göründüyü kimi deyil buralar. Çox gözəldir. İnşallah da daha da gözəl olacaq bizim balalarımızdan, uşaqlarımızdan. İlk növbədə Allah şəhidlərimizə rəhmət eləsin. Bu sevinci bizə yaşatdıqlarına görə onların qarşısında baş əyirik hamımız. Allah qazilərimizə can sağlığı versin, hər işlərimizi qorusun və ən əsas da ailə baş komandanımızı qorusun ki, bugünkü günü biz burada yaşayırıq. Çox sağ olun. Bir də minnətdarlığımı bildirirəm ki, uşaqlar unutmur. Həqiqətən çalışmaq lazımdır ki, nə uşaqlarımız unutsun, nə də biz unutaq. Biz unuda bilmək yolsuz da, amma uşaqlarımızı unutturmamalıyıq Xocalı faciəsini. Çünki hamımızın yaralıyıq. Çok sağ olun. Çok sağ olun. Uşaqlar sözünüz var. Nəsə bir şey. Mələk xanım, bizim məktəbimizin direktorudur Şebnem. Siz görürsünüz də yəqin ki bizi. Şebnem xanım, mən sizin timsalınızda Azərbaycanın bütün mərd övladlarına, oğlanlarına, qızlarına öz təşəkkürümü bildirmək istəyirəm bir ana kimi. Sizin bu işləriniz bizim gənclərimizə bir nümunədir, bir fədakarlıq nümunəsidir. Və siz oradasınız, biz bilirik ki, düşmən bir də bizim torpaqlara ayaq basa bilməyəcək. Çünki o torpaqda sizin yanınızda olan o körpə övladlar böyüyür. Hansı ki bugün ermənini ayağının tapdağının altında döyür. Dilində sözü olmasa da hərəkəti ilə bunu bildirir. Və mən bir daha sizə təşəkkürümü bildirirəm. O gözəl torpaqları canlı olaraq bizə göstərdiyiniz üçün. Biz bugün sevinirik, elə bilirik ki biz özümüz də bugün oradayıq, sizinləyik, fərəhlənirik. Bugün Azərbaycan torpağının müstəqilliyini bərpa edən, başda prezidentimiz olmaqla bütün Azərbaycan övladları sağ olsun. Azərbaycanın başı sağ olsun, hər zaman yüksəklərdə olsun bayrağımız. Təşəkkür edirik.